Təsəvvür edin ki, siz, bəli, məhz siz 5 yaşlı bir uşağın ən mürəkkəb riyazi tənlikləri su içmək kimi asanlıqla həll etdiyini görürsünüz. Yaxud da 7 yaşlı birinin pianoda qüsursuz şəkildə çətin bir klassik əsəri ifa etdiyini izləyirsiniz. Dəqiq və çox güman ki, ilk reaksiyanız ona dahi demək olacaq, elə deyilmi? Cəmiyyət olaraq biz adətən işini mükəmməl bacaran, texniki cəhətdən üstün olan hər kəsə asanlıqla bu dahi etiketini yapışdırırıq. Hə, ən çox da wunderkindlərə. Bəli. Lakin bugünkü dərin təhlilimizdə üzərinə fokuslandığımız fəlsəfi mətni, yəni istedad və dahilik mənbəsini araşdırdıqda bəlli olur ki, biz tamamilə yanılırıq. Özü də necə yanılırıq? O riyazi tənlikləri həll edən uşaq sadəcə istedadlıdır və istedad əslində dahiliyin qətiyyən əksi, ondan tamamilə fərqli bir anlayışdır. Xoş gördük hər birinizi. Bugünkü mənbə incələməmizdə məhz bu nəhəng illüziyanı söküb dağıdacağıq və dahi olmağın o daxili mürəkkəb mexanikasını öyrənəcəyik. Bu, həqiqətən də çox maraqlı bir səyahət olacaq. Yaxşı, gəlin bunu bir qədər aydınlaşdıraq. Əgər istedadın ən yüksək dərəcəsi belə dahilik deyilsə, yəni bu iki anlayış arasındakı o keçilməz uçurum nədən ibarətdir? Bilirsiniz, buradakı ən fundamental yanlışlıq odur ki, biz həmişə dahiliyi istedadın sadəcə maksimum səviyyəsi kimi təsəvvür edirik. Sanki istedad bir pilləkəndir, hə? Ay sağ olun. Sanki sən o pilləkənlə ən yuxarı qalxdıqda avtomatik olaraq dahi olursan. Lakin mətndəki arqument bizə göstərir ki, istedad və dahilik arasında heç bir aralıq, pillə, yəni heç bir yumşaq keçid yoxdur. Onlar fərqli planetlərdir. Tamamilə. İstedad bir növ soğuşanal mexanizmdir, anadan gəlmə verilmiş bir qabiliyyətdir. Məsələn, siz riyaziyyata, musiqiyə və ya rəssamlığa qarşı xüsusi bir genetik meyllə doğula bilərsiniz. Bir saniyə, genetik meyl dediniz. Bəs bayaq dediyimiz o uşaq wunderkindlər necə olsun? Necə yəni? Yəni, əgər bir uşaq doğuşdan heyrətamiz qabiliyyətlərlə gəlirsə və tutaq ki, Mozart kimi 4 yaşında bəstələməyə başlayırsa, bu, onun fitri bir dahi olduğunu sübut etmir. Bax, əsas incəlik elə buradadır. Mozartın 4 yaşında nəsə bəstələməsi onun musiqi istedadını göstərir. Bu, beynin müəyyən bir strukturunun o musiqi notlarını və riyazi ardıcıllıqları qavramaq üçün mükəmməl inkişaf etməsidir. Aha, yəni bioloji bir şeydir. Bəli, istedad həqiqətən də irsi ola bilər və nəsildən nəslə keçə bilər. Tarixdəki məşhur Bach ailəsini düşünün. Onlar böyük bir sülalə idi, səhv etmirəmsə. Dəqiq. Onlar nəsillər boyu mükəmməl, peşəkar musiqiçilər yetişdiriblər. Musiqi istedadı onlarda sanki genetik bir ailə mülkiyyəti idi. Lakin Johann Sebastian Bach'ın özünün dahi olması, onun genetik kodundan deyil, varlığının dünyanı dərk etmə tərzinin mahiyyətindən irəli gəlirdi. Deməli, dahilik irsi deyil. Qətiyyən, o, mütləq şəkildə fərdi bir fenomendir. Dahilik vərasətliklə, yəni atadan oğula keçmir. Deməli, belə çıxır ki, istedadı bir növ alət kimi qəbul etməliyik. Bizə yəni, biraz açardınız bunu? Təsəvvür edin ki, istedad çox bahalı, mükəmməl linzaları olan ən son texnologiya ilə təhciz edilmiş bir fotoaparatdır. Bəzi insanlar bu güclü fotoaparatla dünyaya gəlirlər, bəzilərində isə sadə adi bir kamera olur. Əla müqayisədir. Amma dahilik o kameranın özü deyil. Dahilik o alətlə nəyi çəkməyi, hansı kadrı, hansı işığı və hansı fəlsəfəni katana köçürməyi görə bilən vizyondur. Biri sadəcə texniki aparatdır, digəri isə kainatı qavrama formasıdır. Çox gözəl izahdır. Və hətta irəli gedərək deyə bilərik ki, bəzən böyük tühaların heç bir spesifik parlaq istedadı belə olmaya bilər. Doğrudan buna aid mətndə nümunə var. Əlbəttə, Alman romantizminin əsas simalarından biri olan şair Novalis və ya məşhur Alman yazısı Jean-Paul buna klassik nümunələrdir. Aha, onların xüsusi bir istedadı yox idi. Yox idi. Onların heç bir xüsusi nəzərə çarpacaq texniki istedadı yox idi. Lakin fəlsəfi baxış bucaqları, reallığı qavrama dərinlikləri onları dahi edirdi. Yəni onlar kamerayla deyil, birbaşa gözləri ilə mükəmməl görürdülər. Tam olaraq belədir. Əsl dahi varlığın mahiyyətinə, əşyaların necə işlədiyinə və niyə mövcud olduğuna diqqətini cəmləyir.
Lakin bu yerdə fəlsəfi mənbəmiz bizi saxta dahilər barədə də xəbərdar edir. Saxta dahilər, yəni diqqət mərkəzində olmağı sevənlər, sadəcə, necə deyərlər, mənləri ilə oynayanlar, eləmi? Bəli, onlar başqalarının nə deyəcəyini düşünərək hərəkət edirlər. Bütün enerjilərini sərf edirlər ki, dedikləri sözlər, yazdıqları cümlələr yaxşı cılalanmış almaz kimi parlasın. Kənardan baxanları heyrətləndirmək üçün. Dəqiq. Onların məqsədi hansısa bir fundamental həqiqəti işıqlandırmaq, dünyanı anlamaq deyil. Məqsəd sadəcə öz intellektini gözə soxmaqdır. Buna mətndə kim misal göstərilir? Məsələn, Friedrich Nietzsche'nin son dövr əsərlərindəki o kəskin şöhrətpərəstlik, o aqressiv özünü təsdiq cəhdləri mətndə məhz bu diqqət axtarışının bariz nümunəsi kimi göstərilir. Deməli, əsl dahi başqalarının reaksiyasından qidalanmır. Onun belə şeylərə ehtiyacı yoxdur. Qətiyyən yoxdur. Bu bizi bəlkə də mövzunun ən dərin fəlsəfi qatına dərk etmə prosesinin özünə aparır. İnsanları və dünyanı necə anlayırıq? Mətnin belə bir sadə qaydası var ki, hiləgər, hiləgari, sadəlöv isə sadəlöv anlayır. Bəli, bu çox məşhur yanaşmadır. Yəni, birini dərk etmək üçün daxilən onunla hansısa ortaq nöqtəyə, oxşarlığa sahib olmalısan. Amma burada mənim üçün böyük bir məntiqi boşluq yaranır və mən bunu həqiqətən anlamaq istəyirəm. Buyurun. Əgər bir insanı dərk etmək üçün onun kim olmaq lazımdırsa, o zaman William Shakespeare onlarla fərqli, bir-birinə tamamilə ziddiyyətli olan o qəddar qatilləri, məsum aşiqləri, xəyanətkarları necə yarada bilib? Bu çox yerində verilmiş sualdır. Yaxud da götürək məşhur fransız yazıçısı Emile Zolyanı. O, qatillərin psixoloji motivlərini necə belə klinik dəqiqliklə təsvir edə bilirdi? Axı Zolya özü heç kimi öldürməyib, o qatil deyildi axı. Əgər biz insan psixologiyasının mexanikasına dərindən baxsaq, görərik ki, cavab elə o şuurun genişliyində gizlənir. Dahi özündə sadəcə bir xətti xarakteri, tək bir insanı ehtiva etmir. Yəni, o bir nəfər deyil. Yox, o daxilində sonsuz sayda insanı, mürəkkəb və ən ziddiyyətli xarakterləri eyni vaxtda daşıyır. Zolya fiziki olaraq heç kimi öldürməyib, bəli, bu faktdır. Amma bir insanı qətlə sürükləyə biləcək o qaranlıq ehtiras, nifrət, qısqanclıq, idarə olunmaz qəzəb, bunların hamısı Zolyada potensial olaraq hissi səviyyədə mövcuddur. Fərq ondadır ki, adi bir cinayətkarda bu hisslər birbaşa destruktiv aksiyaya çevrilir. Zolyada isə bu ehtiras mənəvi səviyyəyə, ruhlanmaya, dərk etməyə yüksəlir. O bunu sənətə çevirir. Dəqiq, daha aydın dərk edir. Qatil sadəcə o hissin kör qurbanıdır. Amma dahi o hissin həm yaradıcısı, həm də hakimidir. aydındır. O, həm qırmızı rəngi, həm də yaşıl rəngi eyni vaxtda görə bilən şuurdur. Baxın, rəng körlüğünü düşünün. Əgər sən qırmızını dərk etmirsənsə, yaşılı da tam olaraq vizuallaşdıra bilməzsən. Çox məntiqlidir. Eyni ilə, həqiqi və dəhşətli nifrəti dərk etmək üçün insanın ən ali sevgiyə də potensialı olmalıdır. Deməli, Kantın fəlsəfədə və ya Michelangelo'nun sənətdə nəhəng olması onların sadəcə fırça və ya məntiqlə yaxşı işləməsindən irəli gəlmirdi. Onlar daxillərində bu qədər fərqli insanı, o bitib-tükənməyən ziddiyyətləri daşıdıqları üçün fərqli idilər. Dəqiq. Və burada mətndəki o özünü anlamaq paradoksu deyilən o heyrətamiz nöqtəyə gəlirik. Bizə həmişə müdrikliyin əsasının özünü dərk etmək olduğu deyilir, düzdür? Bəli, bu antik dövrdən bəri belədir. Amma incələdiyimiz təhlil irəli sürür ki, əslində heç bir insan özünü tam olaraq anlaya bilməz. Niyə belədir? Özümüzü anlamaq niyə qeyri-mümkündür? Çünki obyekti, yəni özünüzü tam dərk etmək üçün öz daxili çərçivələrdən kənara çıxmalısınız. Təsəvvür edin, insan bir qutunun içindədirsə, o qutunun xaricdən necə göründüyünü bilə bilməz. Düzdür, kənardan baxmaq lazımdır. Özünü tam dərk etməsi üçün o qutudan çıxmalı. Bir növ həm müşahidəçi, həm də müşahidə edilən olmalıdır. Fəlsəfi baxımdan, əgər bir şəxs doğrudan da özünü, o sonsuz ehtiraslarını, qaranlıq və işıqlı tərəflərini tam olaraq dərk edə bilsəydi, o zaman o şəxs bütün kainatı dərk etmiş olardı. Və dahi özünü kainata ən çox yaxınlaşdıran insandır. Belədir. O, özünü analiz etdikcə başqalarını tapır. Başqalarını anladıkca əslində daxilindəki o böyük kainatı kəşf edir. Bax, burası həqiqətən də çox maraqlıdır. Təsəvvür edin ki, siz daxilinizdə bütün bu fərqli insanları, sərt təzadları, kəskin ehtirasları, sükut və fırtınaları daşıyacaq bir tutuma sahibsiniz. Çox ağır bir yükdür.
Bəli, şüurunuzda eyni anda həm bir qatil, həm bir müqəddəs, həm bir aşiq, həm də bir rahib yaşayır. Əgər belə bir şüura sahibsinizsə, həyatınız sakit, stabil və problemsiz keçə bilərmi? Qətiyyən yox. Qeyri-mümkündür. Bizim indiki müasir cəmiyyətimiz insanlardan bir növ maşın kimi olmağı tələb edir. Hər gün eyni saatda oyan, eyni dərəcədə məhsuldar ol, emosiyalarını stabil saxla, amma dahi təbiəti bunun tam əksidir. Düzdür. Onların həyatı, psixologiyası tamamilə fərqli bir ritm üzərində qurulub. Dahinin inkişafı düz bir xətt deyil. Daha çox amplitudlarla, böyük dalğalarla spiralvari şəkildə irəliləyən bir prosesdir. Yəni, enişlər və yoxuşlar çox kəskindir. Bəli, heç bir dahi, daxilindəki o nəhəng kainatı, bütün o insanları bir günün və ya bir ilin içində asanlıqla dərk edib bitirə bilməz. Buna görə də onların həyatı çox kəskin dövrlərlə müşayiət olunur. Hansı dövrləri nəzərdə tutursunuz? Çox yüksək, coşqun bir məhsuldarlıq və yaradıcılıq illərini birdən-birə bəzən uzun illər davam edən qaranlıq, tam sonsuzluq, yaradıcı sükut əvəz edir. Bəli, və o sükut illərində ətrafdakı cəmiyyət, hətta onların ən yaxın dostları belə, onlara baxıb deyirlər ki, artıq bitdi, tükəndi, o əvvəlki kimi deyil. Çox vaxt belə olur. Amma bilmirlər ki, bu böhran, bu sükut əslində daxildə yeni bir fırtınanın formalaşma prosesidir. Belə dövrlərdə dahi adamın hansı əzabları yaşadığını təsəvvür etmək çətindir. Dəhşətli ümidsizlik, dərin məyusluq və hətta intihar düşüncələri. Çünki onlar bu dövrlərdə yaradıcılıq alətlərindən, daxili dünyalarını ifadə etmə tonlarından məhrum olurlar və məhrum qaldıqları üçün də içlərindəki o kəskin ziddiyyətlərin ağırlığı altında əzilirlər. İnanılmazdır. Hətta onların maraq dairələri, fəlsəfələri belə qəflətən yön dəyişə bilir. Təsəvvür edin, Johann Wolfgang von Goethe gəncliyində sənətə, ədəbiyyata alüdə idi. Daha sonra birdən-birə hər şeyi buraxıb, optika və biologiya kimi elmlərlə dərindən məşğul olmağa başladı. Və sonra yenidən sənətə qayıtdı, düzdür? Bəli, tamamilə. Goethe özü bu prosesi təkrar yetkinlik adlandırırdı. Sanki dahi bir ömür içində bir neçə fərqli həyat yaşayır. Ən heyrətamiz detallardan biri də bu mənəvi çevrilmələrin fiziki olaraq insanın bədənində, üzündə dəyişiklik yaratmasıdır. Bəli, bu mətndə çox maraqlı qeyd olunub. Mətndə açıq şəkildə deyilir ki, dahi insanların üz ifadələri fərqli dövrlərdə tamamilə tanınmaz dərəcədə fərqli olur. Əgər biz Beethovenin, Kantın və ya Schopenhauerin müxtəlif yaşlarda çəkilmiş portretlərini yan-yana qoysaq, sanki tamamilə ayrı-ayrı insanlara baxdığımızı görəcəyik. Bu sadəcə qocalmaq deyil axı. Xeyr, bu şuurun formasının üz cizgilərini yenidən formalaşdırmasıdır. Yaxşı, gəlin indi fırtınalardan və sükutlardan keçən bu şuurun gəlib çatdığı ən son, ən həlledici nöqtəyə diqqət edək. Universallıq nöqtəsinə. Bəli, bugünkü incələməmizin bəlkə də ən sarsıdıcı fikri budur. Yəni, dahiliyin universallığı. Mətn çox radikal bir şey iddia edir və bizim dahi haqqındakı bütün anlayışımızı sual altında qoyur. Argumentin mərkəzi və ən vacib nöqtəsi birmənalı şəkildə budur. Xüsusi bir sahədə dahilik deyə bir anlayış mövcud deyil. Bir dəqiqə, yəni riyaziyyat üzrə dahi və ya şahmat üzrə dahi ifadəsi əslində cəfəngiyatdır. Məsələdir. Düha mahiyyəti etibarilə universaldır. Müəllif dahiyə çox lakonik, amma dərin bir tərif verir. O deyir, dahi heç nə öyrənmədən hər şeyi bilən insandır. Çox iddialı səslənir. İndi burada ehtiyatlı olmalıyıq, çünki bu qulağa çox mistik səslənə bilər. Təbii ki, söhbət hansısa elmi faktları kitabdan oxumadan əzbər bilməkdən getmir. Bir dahi oturub heç nədən 100 illik müharibənin tarixlərini və ya diamaqnetizm qanunlarını, riyazi düsturlarını kəşf etməyəcək. Və sonda nə nəticədə tutur? Söhbət məlumat yükləməkdən deyil, əşyaların, dünyanın və emosiyaların daxili mexanizmini intuitiv hissiyyat səviyyəsində anlamaqdan gedir. Aha, işıq və suyun optikası ilə bağlı o möhtəşəm rəssam misalı. Təsəvvür edin, böyük bir rəssam suyun səthinə düşən günəş işığını kətan üzərinə elə köçürür ki, hər bir kölgə, hər bir parıltı riyazi olaraq mükəmməldir. Bəli.
Amma bu rəssam həyatında bəlkə də bir dəfə də olsun fizika kitabı açmayıb. O, fotonların necə qırıldığını elmi dildə izah edə bilməz. Lakin daxilində o harmoniyanı, işığın təbiətini elə dərk edir ki, bunu kətanda canlandıra bilir. Çox gözəl nümunədir. Bəs əgər dahi belə universal bir qavrayışdırsa, onda onun musiqiçi və ya filosof olması nəyi dəyişir? Əslində heç nəyi. Musiqi, fəlsəfə, rəssamlıq bunlar sadəcə bir mediumdur, yəni vasitədir. İstedad əslində dahiliyin o geniş kainatı ifadə etmək üçün seçdiyi bir alətdir, dildir. Mətndə buna dair fərqləndirmə var idi. Bəli, məsələn, biz Johann Strauss'u götürək. O, valslar kralıdır, dahi melodiyalar bəstələyib, heyratamiz bir musiqi istedadı olub. Lakin mənbəmiz iddia edir ki, o dahi değildi. Səbəb? Çünki Strauss'un fantaziyası və dünya görüşü ancaq o melodiyaların içində, dar bir musiqi çərçivəsində mövcud idi. O bizə kainatın sirlərini deyil, sadəcə gözəl səs harmoniyası verirdi. Amma Ludwig van Beethoven'i düşünək. Beethoven tam fərqli miqyasdır. Dəqiq. Beethoven sadəcə musiqiçi değildi. O, varlığın ən dərin əzablarını, ümidlərini və fırtınalarını ifadə etmək üçün sadəcə olaraq musiqi dilini seçmiş bir universal dahi idi. Deməli belə çıxır ki, əgər Beethoven gəncliyində pianonun arxasına keçməsəydi və bunun əvəzinə memarlıqla məşğul olsaydı, Bəli, biz eyni o nəhəng ruhu, o təlatümlü duyğuları onun bəstələdiyi simfoniyalarda yox, inşa etdiyi kilsələrin və sarayların strukturunda görəcəkdik. Yəni, dahi olan onun səs tezlikləri ilə işləmə qabiliyyəti deyil, birbaşa onun varlığının ölçüsüdür. tamamilə düzdür. Məhz bu məntiqə əsaslanaraq mətndə fəlsəfə nəhəngi Kant ilə musiqi nəhəngi Baxın müqayisə edilməsinin heç də absurd olmadığı bildirilir. Biz adətən filosofu yalnız filosofla müqayisə edirik. Çünki dar ixtisaslara öyrəşmişik. Lakin bu fəlsəfə bizə sübut edir ki, fərqli vasitələrdən istifadə etsələr də, yəni biri sözlərdən, digəri notlardan, həm Kantın, həm də Baxın daxilində daşıdığı o universal düha eynidir. Bütün bu söylənilənlər fərqli sferaları necə vahid bir dam altında birləşdirə biləcəyimizi göstərən möhtəşəm bir yanaşmadır. Ancaq indi elə bir məqama gəlib çatırıq ki, burada ehtiyatlı olmalıyıq. Bəli, mətnin ən mübahisəli hissəsinə. Məhz. Bu eyni universal şuur modelini quran müəllif birdən-birə bu nəzəriyyəsini çox dar, sərt və bir mənalı şəkildə mübahisəli olan bir sosial filtrdən keçirir. O, xüsusən qadınların dahilik potensialına aid kəskin iddialar irəli sürür. Burada dinləyicilərimizə kiçik bir xatırlatma etmək istəyirəm. Təbii, buyurun. Bu, şübhəsiz ki, bir 19-cu əsr fəlsəfi mətnidir. Bizim məqsədimiz bu cür kəskin fəlsəfi yanaşmaları müdafiə etmək və ya tənqid etmək deyil. Biz sadəcə olaraq müəllifin öz nəzəriyyəsini belə bir qütbləşdirici istiqamətə niyə apardığını, o mətnin arxasındakı düşüncəni obyektiv şəkildə çatdırırıq. Çox düzgün qeyd etdiniz. Biz sadəcə mənbəni incələyirik, tərəf tutmuruq. Yaxşı, gəlin bunu araşdıraq. Müəllif açıq şəkildə iddia edir ki, qadınlar dahi ola bilməzlər, eləmi? Bəli, heç bir istisnaya yer qoymadan bunu iddia edir. Onun bu iddiasının arxasında duran fəlsəfi mexanizm isə belədir ki, şuurun orijinallığı, hər şeyi obyektiv, mütləq bir uzaqlıqdan görmək qabiliyyəti müəllifə görə yalnız kişiliyə xas bir xüsusiyyətdir. Bəs qadınlar haqqında nə düşünürdü? O düşünürdü ki, qadınlar təbiət etibarilə şuursuzca yaşayırlar. Yəni, onlar həyatı, dünyanı və ya sənəti məsafəli bir fəlsəfi obyektivliklə deyil, yalnız empirik gündəlik təcrübələr və birbaşa hisslər vasitəsilə dərk edirlər. Beləliklə, onun düşüncəsinə görə bu şuursuz yaşamaq tərzi onların istedadla dahiliyi bir-birindən ayırmasına mane olur. Mətndə hətta deyilir ki, qadınlar əsl sənətkarla sadəcə diqqət çəkməyə çalışan bir virtuoz arasında fərq qoymurlar. Bəli, formaya aldanırlar, mahiyyətə vara bilmirlər. Onlar üçün kənardan parlayan, ekstravagantlıq edən o bayaq bəhs etdiyimiz saxta dahilər, məsələn, Nietzsche kimilər, çox vaxt əsl dahi kimi görünür. Yaxşı, mənim sualım o budur ki, müəllif niyə belə universal,
bütün kainatı əhatə edən bir düha konsepsiyasını birdən-birə cinsiyyət kimi məhdud bir çərçivəyə salır. Bilirsiniz, çünkü biz burada mütefekkirin öz dövrünün felsefi dualizmine, yani ikiliğine şahit oluruq. 19. əsr fəlsəfəsi tez-tez dünyanı şuur və şuursuzluq, məntiq və emosiya, kişi və qadın kimi qütblərə bölərək izah etməyə çalışırdı. Dövrün sosioloji yanaşması belə idi. Dəqiq. O, orijinal şuuru idealizə edir və ona biyoloji bir forma geyindirməyə ehtiyac duyurdu. Bu, bizə müəllifin fundamental ideyalarının onun öz dövrünün qərəzləri ilə necə iç-içə keçdiyini göstərən çox aydın bir nümunədir. O, böyük bir struktur qurur, lakin onun qapılarını öz dövrünün məhdud inanclarına əsaslanaraq kilidləyir. Bu, doğrudan da sizin və mənim üçün, ümumiyyətlə düşüncə tariximiz üçün vacib bir dərsdir. Bir mənalı şəkildə. Bu kimi mətnləri oxuyarkən biz dərk edirik ki, bir mütəfəkkirin ortaya qoyduğu bütün ideyaları paket halında olduğu kimi qəbul etmək məcburiyyətində deyilik. Biz o nəhəng universal dahilik anlayışını götürüb, öz idrakımızı zənginləşdirə bilərik, eyni zamanda həmin mütəfəkkirin qərəzli baxış bucaqlarını intellektual tarixin bir muzey eksponatı kimi kənarda saxlaya bilərik. Tənqidi təfəkkür məhz budur. Gəlin indi bütün bu zəngin lövhəni yekunlaşdıraq, bugünkü dərin təhlilimizdə çox mürəkkəb bir mənbəni masaya yatırdıq. Öyrəndik ki, istedad bir genetik lotereyadır, müəyyən bir texniki bacarıqdır. Dahili isə tamamilə başqa bir səviyyədədir. Dünyanı və insanları öz daxilində hiss etmək, universallıq potensialıdır. Bəli, biz öyrəndik ki, dahi tək bir notdan və ya rəngdən ibarət deyil. O, daxilindəki minlərlə insanın səsi ilə mübarizə aparan, o dediyimiz dərin sükut və coşqun fırtınalarla yaşayan bir ekosistemdir. Və ən əsası, o, heç vaxt bir qutuya və ya spesifik bir peşəyə sığışdırıla bilməz. İncələməmizi bitirməmişdən öncə, mən dinləyicilərimizə mətndən də kənara çıxan, üzərində düşünülməsi gərəkən bir sual vermək istəyirəm. Maraqla dinləyirəm. Əgər təhlil etdiyimiz mənbənin dediyi kimi əsl dahilik universallıqdırsa, yəni heç bir konkret ixtisasa sıxışıb qalmayan, həm elmə, həm sənətə, həm də fəlsəfəyə açıq olan geniş bir şuur tutumudursa, bəs onda bizim müasir dünyamızın gələcəyi necə olacaq? Bu çox düşündürücü məqamdır. Bugün təhsil sistemimiz, korporativ dünya, bizdən hələ uşaq yaşlarımızdan konkret bir istiqamət seçməyi tələb edir. Dar bir ixtisaslaşma yoluna girməyi və yalnız tək bir sahədə super mütəxəssis olmağı diktə edir. İnsanlardan sadəcə yaxşı bir alət olmaları gözlənilir. Təəssüf ki, reallıq budur. Bəlkə də biz bu sərt ixtisaslaşma tələbi ilə özümüz də fərqində olmadan aramızda böyüyə biləcək potensial, universal dahilərin yaranmasının qarşısını alırıq. Bəlkə cəmiyyəti bir zavod kimi tənzimləməklə o sükut və fırtınalara ehtiyacı olan böyük insan qəlbinin mürəkkəbliyini boğuruq. Siz bu barədə düşünün. Növbəti incələməmizə qədər hələlik. Sağ olun, gələn görüşlərə dək.